Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Davam edirik. Thalaset Usul adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini, 3 əsas, yəni Azərbaycan tərcüməsi. Və bu gün də 9-cu dərsdir. Qalmışdıq, şeyx müəllif gətirirdi, ibadət növlərini sadalayırdı və dəlillərini zikr edirdi. Və növbəti ibadət növü təvəkküldür. Və təvəkkülün dəlilləri Qurandan 2 ayə gətirir burada. Nədir təvəkkülün özü? Təvəkkül deyir ki, huwa sidqut tafvidi vəl-i'timadi alallahi fi cəmi'il umur. Yəni Allaha etimad etmək, bütün işlərini Allaha buraxmaq. Və izharul aczi və istislami lehu. Və Allah qarşısında öz acizliyini etiraf etmək və tam təslimiyyətlə təslim olmaq. Bu təvəkküldür. Sonra deyir ki, və huwa ibadətun min əcəllil ibadət. Və o deyir, yəni mühüm, böyük ibadətlərdən bir ibadət növüdür. Bəl huwa əcəllu ənval ibadə, yəni hətta ibadət növlərindən seçilən böyük bir ibadət məqamına malikdir. Və tevhidin də uca məqamlarına xasdır, yəni təvəkkül. Fələ yufavvud abd umurahu və lə ya'tamidu illə alallah əzzə və cəl. Elə isə deyir, bir qul öz işlərini bütövlüklə Allahın öhdəsinə buraxmalı və ona etimad etməlidir. Çünki hər şey qadir yalnız Allahdır. Bütün mülk Allahın əlindədir və o hər bir şeyə qadirdir. Və izə kənə zəlikə kəzəlik, bu əgər belədirsə, fəl-məxluq in kənə ləhu nəv'ül qudra fələ yu'təməd aleyhi. Baxmayaraq, məxluqda da bir qüdrət ola bilər, hansısa bir növ. Lakin bu işdə, yəni təvəkkül hansı ki ibadətdir, bu işdə ona etimad olunmur. وَلَوْ فِي مَا أَقْدَرَهُ اللّٰهُ عَلَيْهِ. Hətta o şeylərdə belə ki, Allah ona o qüdrəti verib. بَلْ يَعْتَمِدُ الْعَبْدُ عَلَى اللّٰهِ عَزَّ وَجَلُّ وَحْدَهُ. Əksinə deyir, qul deyir, tam bütövlüklə etimad edir yalnız Allaha. فَتَّوَكُّلْ إِبَادَةٌ قَلْبِيَّةٌ. Həmçinin deyir, təvəkkül deyir, qəlbi ibadətdir. Yəni qəlblə olunur bu. فَإِنْ يَعْتَمَدَ عَلَى غَيْرِ اللّٰهِ فِي مَا لَا يَقْدِرُ عَلَيْهِ إِلَّا اللّٰهِ فَذَلِكَ هُوَ الشِّرْكُ الْأَكْبَرُ. Əgər o şeylərdə ki, yalnız Allah qadirdir. Yəni, o şeyləri ki, Allah hansısa bir qula verib qüdrət olaraq, o şeylərdə sən onu etimad edə bilməzsənsə, gör qüdrəti olmayan kəsə necə etimad edə bilərsən? Yəni, qüdrəti çatmayan, yalnız Allah qadir olan bir şeydə etimad edirsənsə, bu böyük şirkdir. Yəni, o bursu böyük günah olsa da, bu bursu böyük şirkdir, aydındır. Yəni, qadirdir, bir məxluq qadirdir. Amma Allaha etimad etməlisən, ona etimad etsən nədir? Böyük günahdır. Amma qadir deyilsə, yalnız Allah qadirdirsə, o zaman etimad etsən, onda böyük şirkdir. Ona görə deyir ki, وَنَ يَعْتَمَدَ عَلَى الْأَحْيَاءِ الْحَاضِرِينَ وَالسَّلَاطِينَ وَنَحْوِهِمْ فِي مَا أَقْدَرَهُمُ اللّٰهُ عَلَيْهِ مِنْ رِزْقٍ أَوْ دَفْعِ أَذَى وَنَحْوِهِ فَهُوَ نَوْعُ الشِّرْكِ الْأَصْغَرِ. Əgər bax dirilərə, eşidən, diri, qadir olan, güc sahibi olan, kimə ki Allah qüdrət verib, ona etimad etsə, ruzunu əldə etməkdə, fikir ver, ruzunu əldə etməkdə və yaxud hansısa bir əziyyəti özündən dəf etməkdə, bu kiçik şirk növüdür. Yəni qadirdir. Çünki qadirdir ona görə. وَالْمُبَهْ أَنْ يُوكَلِ الشَّخْص بِالنِّيَابَةِ فِي التَّصَرُّفِ فِي أُمُورِ دُنْيَاهِ. Lakin mübah hissəsi var. O da nədir? Bir kəs öz dünya işlərini kiməsə həvalə edir, vəkil tutur. Bu fərqli şeylərdir. Etimad etmək başqadır, vəkil tutmaq başqadır. Aydındır. Lakin la yaqulu tavakkaltu alayh. Lakin bu kəlməni də demir. Sənə təvəkkül etdim. Deyir, səni vəkil götürdüm. Aydındır fərq. Yəni vəkil götürmək. Baxmayaraq kök eynidir, arada incəlik var. Etimad etməklə işini ona tapşırmaq, yəni həvalə etmək,
öz idarəçiliyini ona vermək. فَإِنَّهُ لَوْ وَكَّلَهُ فَلَا بُدَّ أَنْ يَتَوَكَّلْ فِي ذَلِكَ عَلَى اللّٰهِ عَزَّ وَجَلَّ. Hətta onu vəkil seçsə belə, gərək həmin işdə də Allah'a ancaq təvəkkül etsin. Bura aydındır. Sonra deyir ki, ayə təvəkkülün dəlilləri nədir? Allah Teala buyurur ki, وَعَلَى اللّٰهِ فَتَوَكَّلُوا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ. Əgər möminsinizsə, yəni yenə iman şərti qoşulur burada, o zaman yalnız Allah'a təvəkkül edin. Yəni imanı bağlayıb nəyə? Yalnız Allah'a təvəkkül etməyin. Yəni Allahdan başqasına təvəkkül etməyin. Ona görə də Allah'a təvəkkülü ixlasla etmək, yəni sırf ayırmaq, ixlasla etmək nədir? Yəni sırf ayırmaq, bu yəni imanın səhihliyində şərtdir. Necə ki ayədə keçir. İmanın səhihliyində şərtdir. Diqqət yetir, imanın səhihliyində. Yəni iman səhihdir. Nə vaxt ki yalnız Allah'a təvəkkül edirsən. وَيَنْتَفِعْ عِنْدَ اِنْتِفَائِهِ. Və yalnız Allah'a təvəkkül yoxdursa, iman da o zaman nədir? Bitir. Çıxır əldən. فِنَّ تَقْدِيمَ الْمَعْمُلُ وَهُوَ قَوْلُهُ وَعَلَى اللّٰهِ. Çünki qrammatik qayda hansı ki bu ayədə keçir, yəni sözlərin cümlədə yer dəyişməsi, mübtəda xəbərini deyək ki, yer dəyişməsi, bu yəni həsri bildirir. Həsr nədir? Yəni bir şeyi çərçivəyə almaq, yalnızlıq mənası. Yəni yalnız Allah'a təvəkkül et. Aydındır? Fətəvəkkəlu in kuntum mu'minin la ala ghayrihi və hazi qayda ərəbiyyə. Bu ərəb dilindəki qaydadır. Dəfələrlə, yəni burada bu dərsdə, bundan qabaqki dərslərdə də keçmişdik. Sonra növbəti ayə təvəkkül barəsində odur ki, və men yetəvəkkəl alallahi fəhuvə həsbuhu. Və kimdir Allah'a təvəkkül edərsə, Allah ona yetərlidir. Həsbuhu deyir, yetərlidir. Və həsb mənahu kafi. Həsb sözünün mənası, yəni kafi, yetərli olandır. Və həzil əyə dəlilun səni. Bu da ikinci dəlildir bu ayə. Zəkərəhul musannif rahiməhullahu alə ənə təvəkkülə ibadətun. Və müəllif bunu burada niyə gətirib? Bildirərək ki, təvəkkül məhz ibadətdir və ibadətin ən mühümü, ən böyüklərindəndir. Fəmənəl əyə, ayənin mənasına gəldikdə isə, وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ. Kim Allah'a təvəkkül edərsə, اَيْ يَعْتَمِدُ عَلَيْهِ فِي أُمُورِهِ فَهُوَ كَافِيهِ. Yəni bütün işlərini Allah'a həvalə edib ona etimad edərsə, Allah ona yetərli olar. وَمَنْ كَانَ اللّٰهُ كَافِيهِ. Və kimə ki Allah yetərlidirsə, فَلَا مَطْمَعَ لِأَحَدٍ فِيهِ. O zaman heç kəsə bir ümid də yoxdur. Heç kəsə baxmağa da ehtiyac yoxdur. Əgər Allah sənə yetərlidirsə, sənin işlərin hamısı etimad etmisənsə Allah'a, başqasına niyə baxasan ki? Allah sənə yetərlidir. Aydındır, tohid hissəsi aydındır burada. Tohid hissəsi. Yəni bunun əksi şirkdir. Yəni Allah sənə yetərlidirsə, başqasına etimad etməyə ehtiyac var. Fələm yazkur Teala təvəkkülə cəzə. Və ayədədir, baxsan, deyir, Allah Teala deyir, təvəkkülə deyir, mükafat. Nə deyir? Yalnız bir mükafat deyir. Allahın ona yetərli olmasına. Yəni, kim Allah'a təvəkkül edərsə, ona filan şey var, filan şey var, filan şey var. Yox. Kim Allah'a təvəkkül edərsə, Allah ona yetərlidir. Onun mükafatı nədir? Allah ona yetərlidir. وَلَمْ يَأْتِي فِي غَيْرِهِ مِنَ الْإِبَادَةِ. Və digər ibadətlərdə belə şey keçmir. Allah ona yetərlidir. فَدَلَّ عَلَى عِزَمِ شَأْنِ تَوَكُّلِ. Bu da deyir, təvəkkülün deyir, şəninin böyüklüyünü göstərir, onun fəzilətini göstərir. وَأَنَّهُ أَجَلُ أَنْوَالِ إِبَادَةِ فَصَرْفُهُ لِغَيْرِ اللّٰهِ شِرْكٌ أَكْبَرِ. Və necə bu böyük ibadət növündəndir və bunu demək ki, başqasına sərf etmək nədir? Böyük şirkdir. Sonra gəlir növbəti ibadət növləri. Rəğbət, rəhbə, xuşu. 3 dənə şey gətirir. Rəğbə, rəhbə, xuşu. Ərəb dilində. Yəni, bunlar yaxın mənalı olduğu üçün üçünü bir yerdə gətirir. Bunlar da qəlbi ibadətlərdir və böyük ibadətlərdən biridir. Və Allahdan qeyrisinə bunu sərf etmək nədir? Böyük şirkdir. Rəğbət. Nə deməkdir rəğbət? Rəğbət sualdır, istəməkdir, tələbdir. İbtihal və tədarru yalvarmaqdır. Yalvarmaqdır. Yəni, rəğbət nədir? Yalvarmaqdır. Bir şeyi yalvararaq istəməkdir. Rəhbət isə qorxudur, qorxu növüdür.
Yəni səksəkə, qorxu. Xuşu isə alçalmaq. Xuşu alçalmaqdır. Enmək, alçalmaq. Xudu sözünə mənasına yaxındır. Ərəb dilində xudu sözü də var. İllə ennəl xudu'ə fil bədəni. Lakin xudu bədəndə olur. Yəni bədənin alçalmasıdır. Bədənin yəni alçalma forması. Xuşu isə qəlbdə olur. Bir də gözdə olur. Ha? Bir də səsdə olur. Yəni xuşu, qəlb, göz, səs. Bu şeylərdə olur. Aydındır. Sonra rəğbətlə rəhbətin arasındakı fərq, necə ki bundan qabaq götürmüşdük, ümidlə qorxu, bunlar bənzəyir bir-birinə. Yəni rəğbət necə ki yalvarmaq istəməkdir, rəhbət qorxmaqdır. Fərq qorxu ilə ümidlə bu ikisinin arasında odur ki, burada həmin şeyin əməli var. Əməl edərəkdir. Orada əməlsizdir. Aydındır. Burada əməlləndir, orada əməlsizdir. Sonra bunun dəlili nədir? İnnahum kanu yusari'un fil xayrati və yed'unana raghaban və rahaban və kanu lana xaşi'in. Ayədə keçir ki, innahum həqiqətən onlar, yəni peyğəmbərlərdən, salihlərdən söhbət gedir. Yəni onların halı nə idi? Peyğəmbərlərin halı nə idi? İnnahum kanu yusari'un fil xayrat. Onlar xeyir işlərdə nə edirdilər? Yusari'un, tələsərdilər. Və yəd'unana və bizi çağırardılar, dua edərdilər bizə raghaban və rahaban. Yəni ümid bəsləyərək, qorxaraq. Yəni çağırırlar ümid bəsləyərək, qorxaraq. Yəni əməl edərək. Yəni əməl edərək ümid etmək nədir? Rağbədir. Əməl edərək qorxmaq nədir? Rahbədir. Aydındır. Ayrı-ayrılıqda xof var, ayrı-ayrılıqda raca var. Lakin bunu əməllə etmək nədir? Rağbə, rahbədir. Aydındır. Və axırda deyir ki, وَكَانُوا لَنَا خَاشِينَ və bizə qarşı xuşuluydular. Xuşu, yəni dedik, yəni alçalaraq, zəll olaraq, kiçilərək. Yəni ayda keçən söhbət kimdən gedir dedik? Peyğəmbərlərdən. Çünki xeyir işlərdə tələsən onlar idi, başda gedən. Və rəğbət dedik ki, Allahın rəhmətini diləməkdir. Rəhbət isə Allahın əzabından qaçmaqdır. Bu da yenə əməllə. Aydındır. Sonra dedik ki, ənnə həzi sələstə ənva min əcəl ənvali ibadə. Və bu üç növ, ibadət növü ən böyük ibadət növlərindəndir həmçinin və bunu da Allahdan qeyrisinə sərf etmək nədir? Şirkdir və bunun yerinə yetirən müşrik kafirdir. Sonra gəlir növbəti növ xaşyə. Xaşyə növbəti qorxu növüdür. Yəni qorxu növləri çoxdur. Növbəti qorxu növüdür xaşyə. Nə deməkdir xaşyə? Xaşyə yəni bilərək, elm üzərində qorxmaqdır. Alimlər qorxduğu kimi qorxmaqdır. Yəni necə ki Allah Taala buyurur: "Fələ təxşəvhum vəxşəvni." Onlardan qorxmayın, məndən qorxun. Yəni bilik üzərində qorxmaqdır. Xaşyə yəni. Deyir ki, "Lə təxşəvun nəsə." İnsanlardan qorxmayın, "Finni valiyyukum." Çünki sizin sahibiniz, sizin yəni himayədarınız mənəm. "Vəxşəvni vahdi." Yalnız məndən qorxun. "Feinnehu Teala huve əhlun ən yuxşə vahdehu." Çünki Allah Taaladır, yəni o qorxu əhli, kimdən ki qorxulmalıdır həqiqətən, yəni o heybət sahibi Allahdır. Yəni heybətlə qorxmaq. Aydındır, xaşyə nədir? Fəəmərə Teala bi xaşyətihi vahdehu və Allah Taala əmr edir yalnız ondan bu forma qorxu ilə qorxmaq və nəhə an xaşyəti qeyrihi və başqasından bu cürünə qorxmaqdan çəkindirib, qadağan edib. Və fi el-ayəti saniyə, ikinci ayədə isə fələ təxşəvun nəsə ey la təxafu minhum vəxşəvni deyir ki fədəllətil ayətəni, bu iki ayə hansı ki dəlil olaraq müəllif gətirir, hər ikisi dəlalət edir ona ki ennəl xaşyə ibadə. Yəni bu xaşyə dediyimiz şey, yəni qorxu, bu növ qorxu ibadətdir və bunu da Allahdan qeyrisinə sərf etmək nədir? Böyük şirkdir. Növbəti ibadət növü əl-inəbə. Yəni nə qədər ibadət növləri var, hansını ki bəzilərini bilirik, bəzilərini bilmirik, bəzilərini yəni əməl edirik fərqinə varmadan, bəzilərində xatalar edirik. Yəni ibadət növləri çoxdur. Müəllif burada bəzilərini zikr edir.
İnəbə. Nədir inəbə? İnəbə tövbə növüdür. Bu da ibadətdir, tövbə növüdür. Deyir ki, وَاَنَّهِ مِنْ اَجَلِّ اَنْوَالِ ibadət. Bu da ibadət növlərindəndir. Böyük ibadət sayılır. Tövbədir. Bəl ə'lə min məqamit tövbə. Hətta tövbə məqamından da ucadır. İnəbə. İnəbə yəni Allaha dönmək deməkdir tərcümədə. Allaha dönmək. Yəni var tövbə etdin, hansı bir günah tərk etdin, var Allaha tərəf döndün. Aydındır. Yəni bu tövbədən qaynaqlanır, amma tövbədən də nədir? Ucadır. Finnə tövbə əl-iqlə aniz-zəmb. Çünki tövbə nədir? Günahdan çəkinməkdir. Bu tövbədir də, hə? Tərk etdin günahı. Və ona peşman oldun. Və l-azm alə ən lə yəudə iləyhi. Yəni ötənə peşman oldun və qətiyyətlə bir də qayıtmamaq var, hələ bir ki, etiqad edirsən. Bu tövbədir, düzdür. Həmin anda günahdan çəkindin, keçmiş etdiyinə peşman oldun və gələcəkdə düşməməyə də qəti niyyət etdin. Düzdür. Bu tövbənin yəni rükunlarıdır. İnəbə isə Allaha dönmək, tədullu alə zəlik. Buna dəlalət, bu üç şeyə dəlalət edir. Və tədullu alə iqbəli aləllahi bil ibadət. Üstə gəldə ki, əlavəsi də var. O da nədir? Allaha tərəf üst tutmaq, ibadətləri yerinə yetirməklə. Yəni tövbə nə idi dedik? Günahı tərk etmək, ona peşmançılıq etmək və qayıtmamaq niyyəti. İnəbədə bu şeylər var. Üstə gəldə nədir? Allaha tərəf dönürsən ibadətlərlə. Yəni ibadətləri artırırsan. Üst tutursan Allaha tərəf. Rucu ammə lə yənbəği bil kulliyə və üzü Allaha tərəf ibadətləri yerinə yetirərək və bütövlüklə yaraşmayan bir işləri tərk etmək, ondan qayıtmaq. Və nə ki Allah razıdır, o şeylərə yönəlmək. Bu yəni qısaca olaraq inəbə mənasıdır. Və ənibu ilə rabbikum və əslimu ləhu. Necə ki Allah Teala buyurur ayədə, ənibu ilə rabbikum. Rəbbinizə tərəf dönün və ona təslim olun. Rəbbinizə tərəf dönün və ona təslim olun. Nə deməkdir? Əqbilu ilə rabbikum, yəni Allaha can atın. Varcu ilə taatih, ileyhi bi ta'a, yəni Allaha deyir itayətlə qayıdın. Qayıdışınız itayətlə olsun. Ona təslim olun. Əxlisu ləhu ət-təvhid. Yəni təslim olun nədir? Təvhidlə ona ixlasınızı göstərin. Təvhidi yəni göstərin. Mən min qabli ən yətiyekumul əzab thumma la tunsarun. Hansı ki deyir sizə əzab deyir yetişməmişdən öncə. Yoxsa sonra deyir, yəni sizə xilas olmayacaq. Yardım göstərilməyəcək. Yəni bədiru ilə tövbə ilə əməli salih. Yəni salih əməllə tövbəyə deyir çalışın, can atın, qaçın. Sizə yəni o peşmançılıq, o cəza yetişməmiş. Və əmrəhu təalə ibadəhu bil inəbə. Allah deyir qullarına deyir inəbəni əmr edir. Zahir fi ennəhə ibadə. Bu da aşkar bildirir ki bu ibadətdir. Əmr edir Allah Teala ki buna qaçın. Və ennehu yuhibbuhu şer'an və dinən. Çünki Allah deyir onu şəriətlə də, dinlə də sevir. Və bunu demək Allahdan qeyrisinə sərf etmək nədir? Böyük şirkdir və bunu yerinə yetirən də sahibi nədir? Müşrikdir, kafirdir. Dayanaq burada, yəni növbəti dərslərdə qalan ibadət növlərini zikr edərik inşallah. Subhanakallahumma və bihamdik, əşhadu an la ilaha illə əntə əstəğfiruka və etûbü ileyk.